Salam məsləhət upgrade'lər. Qaldığımız yerdən davam edirik. Kodera test topusundan dəst 5-ə baxacağıq birlikdə. Deyir ki, n natural ədədi üçün 5, 7 bu cəmi çap edən nədir? Alqoritmin blok sxemini qurum. Baxırıq ki, 5-dən başlayır, 7, 9, belə bu davam edir. Demek 5 ile 7'nin arasında 2, 7 ile 9'un arası 2. Demek bundan sonraki de 2, bundan sonraki de 2 için neydi? Adımlar atır. Həmin blok sxemi qurmadır təri. Demək cəmləmə işi görür. Demək gələcək blok sxemi quraq. Demək bir başlanğıcımız var. Başlangıcımız var. Sonra modifikasyadan istifadə edeceğim. İstəsəniz dövrdən də istifadə edib bunu yaza bilərik. İ'nin iş qiyməti 5-dən başlayır. İ'nə kimi, neçənci addımdan 2 addımdan başlayır. Sonra i'nin qiymətini götürür hər dəfə. Burada bir dənə eləyək. Başlangıç biraz yukarıda olsun. Ondan sonra S'in iç kıymeti sıfırdan başlayalım. Sonra S beraberdir. S plus I. Her defa bu devreleyecek, gelecek bura ve ne gelecek? Sonda S'i çap etmiş olacak. Yani 5'i alacak, sonra 7'ni alacak, sonra 9'u, sonra 11'i bile yine kimi edecek, devretmiş olacak. Hatta burada bir tane daha en daxil edək ki, yanın ismin harda dayanmış olsun. Və yaxud da bunu bu cürdə yaza bilərik. Bir başlanğıcımız, sonra bir en daxil edirik dövr etmək üçün, sonra cəmləmək üçün S'in başlangıç qiyməti sıfırdan başlasın, i də başlasın iç qiyməti 5-dən. Dövr eləsin, i kiçikdir, n'ni də aldığına görə kiçik bərabərdir n. Və gəlsin hər dəfə S'in üzərinə S bərabərdir S plus i və i də bəyərlər demişdik ki 5, 7 bu cür davam etdiyinə görə i'ni 2 artırsın və hər dəfə gəlir bu dövrə, dövrdə bitəndən sonra S'i çap etmiş olsun və son. Keçək növbəti sualımıza. Daxil edən natural ədəddəki sıfırların sayını. Tutalım ki 1, 7, 0, 5, 0, 0, 4 belə bir ədəd daxil etmişik. Burada olan sıfırların sayını istəyir mənə. Demək, mən daxil etdiyim ədəd tam ədəd. Saymaq üçün biz nədir? Count metodundan istifadə edə bilirik. Count metodundan. Count metodunda biz bilirik ki, sətr tipində işləyir. Demək, biz bu tam ədədi nə edə bilərik? Sətr tipinə çevirə bilərik. Gəlirik proqramımızı n bərabərdir input ədədimizi daxil edirik. Sonra həmin n-i sətr tipinə çeviririk. Çevirəndən sonra deyirik ki, çap etkinə çap et. Nəyi? Həmin o n nöqtə count nəyi? Sıfırı. Sıfırı neyi? Say. Çalıştıralım. Bakalım. 1, 2, 3. 3 tane var. Sıfırımız var.
Bunu istəsəniz bu formada da yaza bilərik. Bunu gəlin alaq. Bu ən asan yoludur. Bunu istəsək while da yaza bilərik. Tam ki n bərabərdir. Input ədədimizi daxil edirik. Sonra ədədimiz tam ki k bərabərdir. Sıfır eləyək. Gələk deyək ki, while nə qədər ki, bu n ədədi böyükdür sıfırdan, ədədimiz dövr etsin. Dövr etsin. Tam ki, a bərabərdir. Nəyə? N faiz 10. Sonra etdim. N bərabərdir. N tam bölmə 10. Sonra gəl desin ki, əgərləri a bərabərdirsə sıfıra, a bərabərsə sıfıra, sıfıra bərabərdirsə, onda k bərabərdir, k plus 1 sayı artır. Yəni saygının. Print yine k. Çalıştıra bakalım. 2, 0, 0, 4, 5, 2, 0. Çalıştırırız. Buldum. 0. En büyüktür sıfırdan. A beraber A faiz 10. En faiz 10. Evet. Geldi taptı burada neyi? Sıfırı. Sıfırı tapandan sonra ecelleri A beraberse sıfıra her defa neyse K beraber K plus bir K'nı atırsın. Böyle çalıştıralım. Niye? Ədədim baxın. Bir dəqiqə. Ədədim tam ki budur. Böyükdür sıfırdan hər. A beraber oldu 5'e. En beraber oldu. Bu kıymeti. A 5 beraberdir 0 0. Bir dakika her sıfıra. Yani burada bunu satranı sıfıra beraber. Gördüğünüz gibi 0. Burada ben burada çalışmışım. Bunu setler tipinde yazmıştım. Burada biz bunu ədədkəli tapır. Ona görə sıfırı qaytarmış olun. Keçirik növbəti suala. Ancaq demək olar ki, hər iki soldan istifadə etmək olar. Metod yaddan çıxanda riyazi solundan istifadə etmiyorlar. Metoddan getmək istəyən bu soldan istifadə edə bilər. Keçirik növbəti sualımıza. Növbəti sualda deyilir ki, mürəkkəb parol. Peki bunu temizleyeyim. Mürəkkəb parol qoymaq üçün hər bir insan ən azı
uzunluğu minimum 10 simvoldan ibarət olmaqla və 4 müxtəlif simvol olan parol qoymalıdır. Əgər bu qaydalar əməl edilərsə, təhlükəsiz parol, əks halda isə təhlükəli parol ifadəsini çap edəcək. Demək, sözün, parolumuzun uzunluğu, yəni len, parol, ən azından ona böyük, bərabər və ondan böyük olmalıdır. Və müxtəlif simvollardan istifadə etmək üçün. Uşaqlar, belə bir metod var. Set metodu. Set metodu özündə müxtəlif parolları, simvollar saxlayır. Yəni hərf, rəqəm, nə bilim, dis, ulduz, belə simvolları özündə saxlayır. İki üsulda bundan istifadə edib sizə yazacağım. Gəlin baxaq. Parol bərabərdir input daxil edirik. Sonra deyirəm ki, əgərləri len, parol böyük bərabərdirsə ona və len bayaqları dediyim set müxtəlif parolları özündə saxlayır. Daha doğrusu şifre, simvolları özündə saxlayır. Parol nə olsun? 4-dən böyüksə. 4-dən böyük müxtəlif simvolları 4 müxtəlif simvol olsun. Böyük, bərabər, 4. Ondan bir bəgin bu neydi? Onda print təhlükəsiz else print təhlükəli. Təhlükəli. Gəl yoxlayaq görək. Bir olduğunuz if len parol and bu değişim set and int tipindedir. Len. Demek neymiş? Burası setir. Setir.
Demek neydi? Len, parol. Böyük beraberdi 10. Bu uzunluğumuzu yokladık. Sonra len. Len birliği setiyer tipinde işleyir. Burada da set verecek buna ne? Rəqəm. Sətr tipinə çevirdik və 4 ilə müqayisə edirəmsə, bunu uzunluğun 4 ilə müqayisə etməliyəm. Burada mötərizələrdə biraz problem yaşamışdım. İndi çalışdırırıq. Gəlir AC 7, 9, 5, üstə gəl, değil, üstə gəl, K, U, E, K, təhlükəsiz. 10 simvoldan çoxdur və istənilən də nə var? Simvol var. Belə. Bunu indi gəlin başqa cür yazaq. Çünki set yadımızdan çıxıb. Bəs onda biz bunu necə yazarıq? Set metodu yadımızdan çıxıbsa, gəlir. Yazır demir böyük və bütün simvollardan istifadə olmuşsun. Baxın, burada deyir ki, ən azı uzunluğu bir 10 simvoldan və 4 müxtəlif simvollardan o istifadə olsun. Misal üçün, parolumuzda nə ola bilər? Böyükdür, kiçikdir, rəqəm, xüsusi bir simvollardan istifadə oluna bilər. Gəlib yazıram böyük. Böyük bərabərdir false. Yəni yoxdur, hərəkət yoxdur. Kiçik bərabərdir false. Rəqəm bərabərdir false. Bir də xüsusi. Xüsusi bərabərdir false. Yazandan sonra gəlib deyirəm ki, for hərflərə baxacaq da, düzdür. For i bərabərdir. For i in parol. Parola gələcək, bir-bir baxacaq. Gəlib deyəcək ki, əgərləri i hərfdirsə, is alfa. Is yox, böyükdürsə. Yəni, böyük nədir? İzafır. İzafırdırsa, onda izafır. Onda ne olsun? Böyük beraber olsun true. Yani doğru. Böyük beraber olsun true. If yine de i küçük nedir? Is lower. Is lower demek neydi? Başlayacak küçük. Bir dakika. Gelecek. Is lower. Sen yine küçükse küçük olacak true yine. Ve eğerleri i bir-birdir, bir babaları yoxdur. Rəqəmlər is digit. Is digit. Rəqəmdirsə, onda olacaq rəqəm bərabər olacaq true. True. Else, demək yerdə qalan nə oldu? Xüsusi. Xüsusi. Xüsusi bərabər olacaq nəyə? True.
True'ya bərabər olacaq. Ondan sonra bu dövr bitəndən sonra gəlir deyirik ki, bir-bir yoxladı hər biri. Gəlib deyirəm, əgərləri len birinci növbədə bizə nə deyirdi? Deyirdi uzunluğu parolu. Ondan nə olsun? Böyük olsun. Böyük və bərabər olsun ondan. Parol burada kiçik nə yazdım? Çünki orada kiçik. Və and nədir? Hamısı da yəni doğru olsun. Böyük, böyük, and kiçik, and rəqəm, and xüsusi. Xüsusi. Yəni bunların hamısı varsa, dördü də varsa, böyükdə, kiçikdə, rəqəmdə və xüsusilə varsa, onda nə olsun? Print, print, təhlükəsiz. Else, print, təhlükəsiz. Çalışdıraq daha. Ümid edirəm ki, bir texniki səhv etməmişəm. 1, 2, 5, 9, 7, təhlükəli. Geri baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənəsi ödəndi. Rəqəm. Böyük nə yoxdur? Böyük hərf yox. Ona görə nə oldu? Təhlükəli oldu. Bir də çalışdıralım. A, B, 7, 8, ulduz, Y, üstəgəl, F, sonra P, D, 8, çıxma, yoxlayırıq, təhlükəsiz. Böyük hərf də var, rəqəm də var, kiçik hərf də var və xüsusi simvollar da var. Demək, bu da oldu bizim ikinci sorumuz. Belə. Demək, biz üçüncü sorumuzu da izah etdik. Dəst 5 və Kodera test toplusundan. Gələn dərsdə inşallah görüşmək ümidilə, ümid edirəm ki, testlərimizin ətraflı izahlarımız sizə tam aydın olur.